Burada yazırsan da xeyri yoxdur. Ayıbdır, Allah haqqı. Ayıbdır. Əllərini pərdiyə silirlər. Bir siqan toyu götürmür, bir də Azərbaycan toyu götürmür. Allaha and olsun. Azərbaycanlıların toyunu, burada yaşayan Azərbaycanlıların toyunu götürmür də, indi gedin Əli İsmailzadə, səni elə yox eləyərəm ki, heç mıqd eləyənməzsən. Olanı deyirəm də, bunu mən özümdən qoşmuram ki. Adresi də verirəm, gedin zəng eləyin, görün götürəcək yoxsa yox. Orada toy eləyənlərdən danışıram. Sən əgər mədənisənsə, sən öz üzərinə niyə götürürsən ki? Ham yazıb tamamilə düz deyirsən, düz deyirsən, düz deyirsən. Bax. Fake profillə yalan yazan Əli İsmailzadə, o dediyin yazdığın var ya, elə sən elə ondansan. Baxın, burada Rusiyada elə özümdən danışacağım. Musiqiçilərim gəlir Azərbaycandan, ruslar ev vermir Azərbaycanlara. Biləndə ki, Azərbaycanlılar qalacaq evdə, vermirlər ev. Mən bunu danışıram ki, özümüzü düzəldək də, sizi tərbiyə dəvət edirəm, ay onu yazanlar, ay onu eləyənlər. Hamıdan getmir söhbət. Məsəl üçün, axır bir kimi ki, əgər tanıyırsa o ev sahibi Rus, məsələn, ona bir Azərbaycanlı tanıdığı, özünü normal aparan, o çıxıb yalvararsa, xahiş eləyərsə ki, bu adama ev verin, vallah bu evi nə cür verəsiz, o cür də qəbul eləyəcəksiniz. Belə fikirləşə, bu deyil, Rusiyada yaşayan Azərbaycanlılar. Burada Ruslar Azərbaycanlılara kiraya ev verir, biləndə ki, Azərbaycanlıdır. Yazın. Ya, baxın. Baxın da, yazırlar ki, vermir. Düz, səni sevirik. Yox, vermir, Ruslar vermir. Baxın da, bu cür çıxartmışıq adımızı. Gəlin düzəldək də özümüzü. Yox, başınıza dönərəm. O Əli İsmailzadə nədir? Mən onu başa düşürəm. O əsəbin, əslində onun qeyrəti var deyə əsəbindən onu yazır. Qeyrətli oğlandı, ya arvaddır, bilmirəm, hər kimdir, Əli adı ilə yazır. Amma mən bunu yenə deyirəm, 100% şamil eləmək olmaz, amma gəlin boynumuza alaq ki, bura gələnlərim, aşıq gördüyün çağırar da, 80-90% bu vəziyyətdədir. Donuram. Azərbaycanlılar deyir, heç özününkünə deyil. Şəxsən mən ev verirəm burada kiraya, Azərbaycanlılara vermirəm. Nə edirəm, mən gedib bunu hələ axtar gör, bu pariya dışında, yoxsa yox, bu evinə günə qoyacaq. Hazır ağırmaz başımı, Özbəkə də ev vermirəm, Tacikə də ev vermirəm. Tək Azərbaycan yox, Azərbaycanlıyadır. Ancaq Rusa. Bir də Avropalı olarsa Avropalıya. Mən bunu, xeyr, mən Azərbaycanda yaşayanda deyirdilər, Ruslar natəmizdir. Blokda tutmur internet. Mən sizə göstərərəm, gəlin baxın, görün, liftdə bir dənə semçka, tüpürcək, sigaret kötüyü, görün bir dənə varmı? Səni yox eləyərlər buradan. Həmən dəqiqə administrativ ştrafı yazarlar, vətəndaşı sansa da pasportun bir dənə, iki dənə şans verərlər o heç. Əgər özün düzgün aparmırsınsa, sənin vətəndaşlığını da əlindən alırlar, səni deport. Özünü düzgün aparmalısan. Bura belədir. Əvvəllər bilmirdim, mən Azərbaycanda yaşayanda mənə deyirdilər ki, pinti, mən gəldim, gördüm, bunların itlərində olan təmizlik, bəzi bizim özünü apara bilməyənlərin heç özündə yoxdur. Liftdə girir, sigaretin kötüyünü tulluyur bəzisi. Yerə tüpürür, fıntırıq silir, həyxırıq tüpürür, nə bilim ondan sonra küçədə anqırır. Mən gəlim onu deyirəm, gəlin düzəldək özümüzü. Mən niyə orada yaşaya bilmədim? Mən dövlətimi, vətənimi sevən insanam, biləsiniz. Məndən çox vətənpərvər xanım yoxdur. Amma mən, bəzi cəmiyyətdə bəzi adamlar var, özünü aparanmayan. Bildiniz də, nə bilim, görürük də sosial şəbəkədə. Hər yerin yaxşısı, pisi də var, nisbət etibarilə. Mən burada görməmişəm. Görən kimi dalına bir təpik vurub deport edirlər. Məcbursan, özün düzgün aparasan. Ona görə də gedin, dönün, qurban olun Azərbaycan polisinə. Ondan sonra dönün, qurban olun ki, görün sizə nə qədər volya veriblər orada. Ağlınıza gələn hərəkət edirsiniz, şans verirlər, bir dəfə şans verirlər. Hər dəfə, nə bilim, ay, qurban olum, evdə balaca körpə balası var. Belə, özünüzü düz aparın. Mən orada olanda da bu söz danışmışam. Burada olanda, gələndə yenə orada da danışacağım. Mən istəyirəm, yaxşı olaq da. Qoy bizim adımız gələndə utanmayaq. Əvvəllər
Bizim o vaxt torpaqlar işğal altında olanda utanırdıq. Məsələn, taksi çağırırsan, ovcumu eləməmişəm ki, bu gələn özbəkdirmi, tacikdirmi. İndi məsəl üçün bir proqram var ki, orada adını, familiyasını görürsən, ermənisə çağırmırsan da. Amma elə taksi şirkətləri var, Rusiyada bilənlər, yaşayanlar bilir ki, çağırırsan, oturanda görürsən ki, bu erməniymiş. Məsələn deyirəm. İndi yüzü gəlsin erməninin, belə fəxrlə belə oturursan ki, biz qalib xalqın nümayəndəsiyik. Görürsən, adamın kefi kökəlir. Yəni, amma əvvəllər utana-utana otururduq ki, o vaxtda torpağımız işğal altında olanda. Vallahi. Amma indi fəxrlə otursan ki, kim 100 dənə erməni taksisi gəlsin. Mən qalibəm, qalib xalqın nümayəndəsiyim. Ona görə də gəlin, necə ki, özümüz də ev kiraya verəndə deyirik Azərbaycanlı gəlməsin, Avropalı gəlsin, evə yaxşı baxan gəlsin. Düzdürmü? Evimizi zibil eləməsin də. Bax, gəlin, biz burada da əl-ələ verək, düzələk, özümüzü düzəldək. Bax, bu şeyləri. Mən yenə deyirəm, bu danışdığım 100%-ə aid deyil. Nisbəti də deyim istəyirsiniz. Böyük bir faizdir, 70%. Bəli, 70% özünə apara bilmir. Bura gəlib, məcbur burada tərbiyəli olmağa görə məcbur öyrənirik, məcbur. Mən öyrənib gəlmişəm. Mən çünki rəhmətli anam öyrədirdi ki, yenə stolumda qoz var, alma var məsələn. Deyirdi ki, bu qozun məsələn qabığı da qoz alma. Bu qozu yeyəndə bu qozun qabığını yerə tullama. Zibil yer tapırsan, çantana qoy, evə gətir. Belə kök salat, alma salatı. Qaldı ki, mən burada bayaq dedim ki, mənim yoldaşım restoranda Azərbaycan toyu mənim xətrimə, məsələn, mən xahiş edirəm ki, orada qoy gəlsin, toy eləsinlər. Mənim xətrimə, ya da öz dost tanışı olarsa, tanıdığı ailə olarsa, onlara verir ki, gəlin toy eləyin. Amma başqa tanımadığı Azərbaycanlı gələndə toy eləməyi vermir restoranı. Qaraçılara da vermir, biləsiz. Bəli. Qoy görüm özbəklərə, məncə onlara da verməz. Elə özündən eşidək də, yəni məni qınamayın. Qoy özümdən eşidək də. Salam Mehmet müəllim. Canlı yayımdayam. Burada soruşurlar ki, siz restoranı taciklər, özbəklər toy eləyir, vermirsiniz. Azərbaycanlarda da hansı şərtlərdir? Azərbaycanlarda da indi özümüzünkülər deyil veriş. Mən toylarını oxuyaramsa, tanıdıqlarındırsa, tanımadığına yox. Bax, burada... Sizə adamlara vermir. Bəli, sonra... Kəsim selektor dedim. Bəli, selektordadır. Çıxar selektordan. Baş üstə. Yəni, dostlar, bu mənim sözüm deyil. Bayaq yazırdılar ki, Mehmet müəllim də səni boşayıb. Boşasa da özü bilər, boşamasa da özü. Hə? Yaxşı, öpürəm səni, sağ ol. Saat göstərirəm. Bu nömrəmə göndər. O bir nömrə üçün gərək WhatsAppdan şeydən çıxam, canlıdan. Gələndə o təz açdığın o kafedən bir qəşəng yemək gətir. Acından ölürəm. Deməli, dostlar, indi sizə göndərirəm. Jurnalistlər də mənə yazsınlar, mən kupçanı da göndərim. Şəxsən Mamedin öz adına olan, arenda deyil, Yəni o cür kişidən Alfons olmaz. Mən dalaşanda deyirəm, yaxşı eləyirəm. Ər mənim, kef mənim. Sabah dalaşdım, sabah ondan da betərim deyəcəm. Mən beləyim. Baxın, bu bunun şəxsi restoranı. Buna indi təzə açdı. Yola baxır, böyüdü prospektin kənarında. Bu balaca kafe hissəsi, təzə açılan. Amma qoy restoranın özünü də bir də göstərim yeni qoşulan izləyicilərə. Hətta biraz aşağı getsəz orada mənim toy oxumağım da var. Qoy göstərim. Kommentlərinizi oxuya bilmirəm, heyif ki. Bax. Görürsünüz, Rus toylarıdır, bax. Bir kalbası ilə, bir araqla xoşbəxt olurlar. 1000 dəfə də sağ ol deyirlər. Bizimkilərə stolda 50 cür yemək versən, toy qutaranda deyir, belə də, belə. Bunlara 2 dəfə artıq o pulu alırsan, o menüyü verirsən. Quru qaxet ət şeylərindən qoyursan, o nədir, kapsiyonlu şeylərdən. Arağı da özləri gətirir. Mənim yoldaşım araq vermir. Yox, Ufadadır.
Həmən menyudan 2 dəfə də baha menyunun qiymətini deyirsən, Stelitamaqdadır, bəli. Ufada, Başkiriyada, Stelitamaq şəhərində. Dostlar, 2 qat da qiyməti deyirsən, 50 dəfə çıxanda deyir, oy, çox dadlıydı, deyir, çox bir də gələcək, bir də gələcək. Biz özümüzünkünə dəyər verə bilmirik. Bax, indi göstərirəm mənim oxuduğum toyu. Mən orada toy oxusam, bir də öz dost tanışlarına. Yoxsa deyirəm, puldur da, boş saxlama, eyb yoxdur. Deyir, yox, 3 gün deyir, kanalizasiya açırıq, deyir. Şəhərdə deyir, usta qalmır, deyir. Açmaq da olmur, deyir. Qazancımı deyir, pərdələri yudurtmağa verirəm. Bir də deyir, tualetin kanalizasiyasını açmağa. Bax, bu mənə dediyi budur. İndi gedin məni qınayın. Bilirəm, bu sözümü qoyub məni qınayacaqsınız. Belə vecimin heç küncünün küncünə də deyil. Bax, baba buna bax, görün. Bax. Bax, xoşbəxt olurlar. Bax, bizi kimi 50 müğənniyə oxuya bilməyən, bic doğana, diz doğana pulları tökürlər. Boş. Heç aparmayın müğənnilərdə. Vallahi mən bunu elə özüm də qarışıq. Düzdür, mən düz doğan tərəfindəyəm o dediklərimin. Bir dənə DJ çağırırlar. 50 cür mahnını da qoyurlar, oynayıb xoşbəxt olurlar. Boş şeylərdir. Mən düz danışıram. Gəlin, bax, sizə burada mən göstərim. Ruslara Dağlar oğlu oynadırıq. Görürsünüz? Gəlib ağzını büzmür ki, bu nə mahnıdır? Baba, xeyr, elə də hörmət var ki, mən sizə bir söz deyim, mən də orada yaşayanda mənə belə elə deyirdilər. Mən gəldim, baxdım, gördüm ki, bir dənə mənim blokumda yerdə semiçka yox, sigaret. Bizdə o gözəllikdə bina tikiblər. Liftin kamerasını qırırlar. Bu bəzi şərəfsizlər. Liftin o gözəllikdə güzgüsünü cızıq-cızıq eləyirlər. Ay şərəfsizlər, ay onu eləyənlərə deyirəm də. Eləməyin də, bunun bir dənə şeyi ərsəyə bunu yaratmaq olmur. Bir dənə niyə eləyirsən ki? Liftə kamerada qoymaq olmur ki, tutasan. İndi kamera lap qoyulsun. İndi adam işin gücünü buraxıb onu da alına. Ona görə də bəzən bəzi cəmiyyətlər var ki, orada yaşamaq vaxt etkisidir. Dövlətimi də sevirəm. Dövlət başçımı da sevirəm. Ölkəmi də sevirəm. Məndən vətənpərvər adam yoxdur. Amma cəmiyyət elə gündədir ki, cəmiyyət bu dəqiqə açıb danışırsan səni toplum bir kütlə var da, ağzına gələn sən söhbətinin məcrasından çıxardıb aparıb ayrı yerə, sən eləyirlər vətən xaini, başlayırlar, düz deyirsən, sən düz danışırsan, yazırlar, səhv deyirsən, ay balam, indi baxın da, baxın. Bir kalbasa ilə, bir şeylə 150 manat, 100 manat da menyuya qiymət qoysan 100 dəfə sağ ol deyir. Səninkinə 50 cür yemək verirsən. Restoran müdürünün vay ola orada yazıq nə bilim nədəsə bir dənə bir ofisiantdır da, azca zəif qulluq elinə. Yıxıb sürüyürsüz. Bax bu restoran tərəfi. Bu tərəfdən nə bilim elə ancaq səhərdən axşam onu fikirləşirik ki, görək kimə büyünə ziyan vururuq. Bax budur. Hə yazır. Hamınız hə yazırsınız amma nə olsun ki, kommentlərdə. İndi mənim bu danışığımı şeydən çıxardacaqlar öz mənasından. Bilirsiniz ki, eləyəcək. 60 yaşında ağzı gözçaş oturub orada tülkü kimi kolun dibindən güdür. Afətin danışdığını montaj eləsin. Nətər ki o vaxt demişdim, məhkəməni udursam, üzr istəməyəcəm. Gedib cəzamı çəkəcəm. Üzr istəsəm it qızıyım. Götürdü orada nətər montaj elədi. Sonra ki mən uddum. Gördüm ki adam yaxşı olmayıb, halı pis dəyişdi. Mən də getdim onu vəziyyətdən çıxartmaq üçün böyüklüyümü elədim də. Dedim bax uddum, bu da mənim uduşum. Sonra udmağımı efirdə də göstərdim. Kimə də lazımsa yenə göndərə bilərəm. Uddum, cinayət məhkəməsində uddum. Mülkidə pul məsələsi idi, baş qoşmadım, kasıb qızam, işim gücüm yox, olanda verəcəm inşallah. Yəni sözümün canı odur ki, mən demirəm ki, verməyəcəm. İnşallah gəlib orada işə girəcəm, işləyəcəm, sonra maaşımdan verəcəm. Bu belə. Yəni dediyim odur ki, mən uddum. Udandan sonra, bu da mənim kişi qızdığım, üzrümü istədim. Gör bu 60 yaşında ağzı əri gözçaş, əyri qılçan ağayrıb. Buradan bu dediyimlə o dediyimi orada uduzaramsa, üzr istəmər, uduzaramsa yerinə çıxardır. Montaj eləyir ki, bu dədəsinə it qızıyam dedi. Ay bala, dədə mənim, ər mənim, kef mənim, ağız mənim. Get nə cür montaj eləyir. İndi də bunu montaj eləyəcək. Belə mənim vecimə də deyil. Sən nə montajlar eləməmisən ki? Sən məni, indi içəridə türmədə yatan var. Sən məni ona qədər şantaj elətdirirdin. Şantaj. Və səni nəyə çağırdılar aidiyyatı qurumlara?
Bu gün düzdür. Bir aparıcı var, adını demirəm, çıxdı dedi ki, filan kəslə filan kəsin arasını filan kəs vurub, elə deyil, xeyr. Mənim elə yaş dövrümdəyəm ki, mən Türkiyəyə gedən adam deyiləm dostlar. Mən heç vaxt kimisə sözü ilə, ağlım var, gözüm görür, ağlım kəsir. Mən görürəm ki, mənim 2 nəfər arasında olan söhbətimi öz mənasını dəyişdirib, şou qurub, ətrafında başqa bir səmtə yönəldib, məni şantaj elədirlər. Bu şantajı da kim elədir? Bu. Hə, orada indi işlər var, oyunlar var da. Baxıb onun oyununun maskasını cırdım, qoydum ortaya. Yəni məsələ budur. Yoxsa ki budur, belə. İndi köhnə şeyləri mən istəmirəm. Cəmiyyəti yox canım, yox, Yüzür. Xeyr. Mən görürəm, oradan təzə gələnlər, özünü apara bilməyən bəziləri, hamısından demirəm. Gəlirlər burada məcbur buranın qayda qanununa elə tabe olurlar ki, tabe olmasalar dalına bir təpik deportunu qoyurlar. Deportdan qorxduqları üçün özlərini normal aparırlar. Bizim çox gözəl, güclü dövlətimiz var. Bizim çox gözəl, həqiqətən çox insaflı polisimiz var. Allah hamd olsun. Başqa yerin polislərini görməmişsiniz. Qadın bilmir, kişi bilmir. Nələr eləyirlər. Allah haqqı. Başqa ölkələri görəndən sonra baxıb görürsünüz ki, çox, nə deyirlər onun adına, Azərbaycan sözlərini az danışdıqca, yəni, nəzərə alırlar ki, qadındır, anadır. Gəlin qədrini bilin. Vallahi qədrini bilin. Direktə yox, direktim işləmir, ay dostlar. Mən 72% olub nağaracam. Mənim işim burada, vətəndaşlığım burada, ərim burada, hər şeyimin, evlərim burada, evim burada. Orayla məni bağlayan heç nə yoxdur. Ailə üzvlərim də yoxdur orada. Allah'ın da olsun yoxdur. Vəzifəm yox, işim yox, gücüm yox. Mən faktı deyirəm. Məni də yaxından tanıyan adamlar bilir ki, məndə yaltaqlığın Y hərfi yoxdur. Yaltaq olub nə qaracam? Vəzifəyə gedirəm, yoxsa vəzifədə qohumum var, yoxsa uşağım var vəzifədə. Mən ayrı yerlər dünyanı gəzib deyirəm bunu. İkinci elə bir ölkə yoxdur ki, orada qadına bu boyda hörmət qoyulsun ki, qadındır, filan cinayətin də cəzasını da qanunun daxilində yazıqdır da, yəni nəzərə almaq var. Bax, söhbət bundan gedir. Yox, sonra sizə sual verirəm. 100 mesaj yazılır burada, 100-ün 70-i yazır. Kömək elə bilərsinizmi, pul verə bilərsinizmi? Rusların da müğənniləri var, canlı açırlar. Ruslarda heç bir insan özünə sığışdırıb burada demir ki, sənə kart atım. Bu da maşenlikliyin bir növüdür. Hə, bizim sosial verilişlər var, adınla, familyanla gedib çıxırsan, şərait yaradılır, neçəsini müalicə deyirlər, başda Xoşqədəm xanım olmaq şərti ilə Zaur olsun, digər sosial verilişlər Elgiz olsun. Bacardıqlarından bütün dövlətlərdə var da, yəni köməyə möhtac olan insanlar, onun da öz yolu var. İndi bizlərdə də sosial verilişlər var. Gedin yazılın, yoxsa sən gizliyin, bəlkə sən milyonçusan, yalandan o mırta oturub orada kart atırsan. Mən loxu oxşuyuram. Azərbaycanda qalasan, niyə mən 20-40 il orada yaşadım da? Niyə ki? Orada vətənimdir mənim. Burada vətənimdir, orada vətənimdir. Birinci vətənim Azərbaycandır, ikinci vətənim Rusiya. Çünki qadının vətəni ərinin yanıdır, ərim burada, ailəm burada, evim burada, işim burada. Hə, mənim ərim gələcəkdə desə ki, gedək indi orada yaşayaq. İndi də ağzım nə deyim, yox. Adama deyərlər, nəyə görə? Sənə ərə getmisənsə, sənə ər lazımdır ki, ərə getmisən. Ərim nə deyir, odur. Mən oradan nədənsə küsüb gəlməmişəm ki. Mən ərə gedib ailə qurub gəlmişəm. Yaxşı, ərə gəlməmişdimsə, niyə 40 il onda orada yaşayırdım? Yəni, ne deyirəm, gəlin əl-ələ verək, özümüz düzəldək, cəmiyyəti. Cəmiyyətin də, məsələn, burada qapım açıq qalıb, qapımın ağzına da gətirib veş qoyublar, zakaz elədiyim. Oğramayıblar, gəlin açıq danışaq, burada özümüzük. Sən Azərbaycanda qapının ağzına bir bahalı əşyan, xaladenlik, televizor gətirib çöldə qoysalar, eləcə qalacaq. Elə oğurlayacaq, elə cilvidəcəklər onu, heç belə tapa da bilməyəsən. Ona görə gəlin, özümüzü düzəldək. Bunu düz olaq da, düz olaq.
Məsələn, mən bu gün istəyərəm ki, toy götürəndə behsiz götürəm. Behsiz toy götürmək olur mu? Yox, bu gün danışan adam sabah 100%-in yüzünü də demirəm. 100%-dan 30%-i sabah sözünü danacaq. Mən məcburam behimi də götürüm. Orada hələ bir səslə də yazışım, hərflərlə də yazışım ki, sabah toy qutaranda adam üzümə durub deməsin ki, bu qiymət deyildi, bu qiymət idi. Bilirsiniz, bəlkə deputat seçiləsən. Mən siyasət nəzərlə maraqlanan adam deyiləm, mənlik də deyil. Elə deputat hər birimiz özümüzdə olmalıyıq da. Gərək elə kimsə seçilə oradan sənin. Özün ağlın var, gözün görür, ağlın kəsir. Otur, bax, gör. Dünyada ikinci belə şey olmayıb, 30 il işğalda olan torpağı alasan. İkinci bir dövlət göstərində kimsə torpağı işğal altında olsun, onu alsın. Göstərində, yazında deyin ki, bax, filan dövlətin torpağı işğaldaydı, aldı. Ən az itki verə-verə. Yazın da, yazın. Yoxdur ki, ona görə də gəlin qədrini bilək. Prezidentimizin də qədrini bilək, dövlətimizin də qədrini bilək. Nə bilim, mən yenə deyirəm, o deyir, mən qızıl onluq deyiləm ki, hamı məni bəyənsin. Narazı hallar ola da bilər, hər şey. Amma ki, gəlin birinci özümüzü düzəldək. Saadət Bəşirova 72% olub, nə qaracam, vəzifəyə gedəcəm. İtdi ki, sahibi ona yal verir, sahibini qapmır. İtdi ki. Oturmuşsuz bir ən iri məsələ, bax, mən o vaxtı gəlirdim Rusiya toya, qabağımıza bir taksi gəlirdi. Mən nə bilim, ovcumu eləməmişəm ki, bu ermənidir, bu rusdur. Saxla da, mən buradan bura para oturanda görürsən ki, rusdur mu, ermənidir mi? Erməni olanda xəcalətimizdən utanırdıq, demirdik, Azərbaycanlıyıq, utanırdıq. Bu günləri oturanda görürsən ermənidir, heç belə vecimə də olmur, beşi gəlsin. Deyirəm, Azərbaycanlıyam. Fəxr eləyirəm. Buna dəyər verin, buna dəyər verin, qədrin bilin. Yoxsa ki, mənim bir çörəyim az oldu, durum ölkənin əleyhinə danışım. Çörəyin azdı, ged işdə də. İndi mən buradan məndən pul istəyənə deyirəm. Mənim orada dədə yurdum var. Get otunu, alağını, qəşək təmizlə. Dədəmin anamın məzarını da bax, pulunu göndərirəm. Üstündə dur, qəşək düzəltdir. Hər ayda evimə, qapıma bax. Deyəcəksən, mən sənin dədənin hambalıyam. Və mən sənin dədənin hambalıyam, mən gedim ayağımda 10 dənə mazol göstərmişəm keçən dəfə. Kablukun üstündə paltar buradan sıxır, əqqabı oradan ayağımı şişirdir. Gedim eşəcək kimi işləyim, gətirim sən otur, mənə kart at, verməyəndə də pis adam olum. Gövürüm, sən də get mənim dədəmin məhləsinə bax da, nə olacaq ki? Mən də hambalam da, və piyan demirəm, ayıq demirəm, hamının sözünü götürürəm, oradan bu mahnı, bu. Birini tuxum çatıb bilmirəm, deyəmirəm. Bilmirəm, deyəm, belə eləyir. Bənəyə gəlmirsən, pul verib gətirmişəm, sənin canın çıxsın, oxumalısan. Bəli, düz də deyirlər, canım çıxsın, oxumalıyam, öyrənməliyəm, oruçluqdur, qabağıma qoyub gündə mahnə əzbərləyirəm ki, sabah mənə deməsinlər ki, bilmirdən nəyə gəlmişdim bu toya. Düzdür, ona görə də kim bugünkü günü pul qazana bilmirsə, tənbəldir. Yiyib yatır, elə deyir, ver yiyim, ört yatım, gözdə canım çıxmasın. Bir də ki, müqayisə edirsiniz bizi 200 ildir müstəqil olan dövlətlərlə. Biz nəvsiyevo neçə ildir müstəqilik? Dünən, yəni tarixə nəzər salanda çox az müddətdir də. Gəlin özünüzü düzəldin, hər şey düzələcək. Gəlin özümüzdən başlayaq, düz olaq. Ondan sonra valla hər şey düzələcək. Bayramda konsert var deyən kimi, xaricdən də bir müğənni gəlir deyən kimi, həmən o kasıbam deyənlər, yürürsünüz restoranlarda yer qalmır və pulu hardan tapdınız? Saadət Bəşirova artıq mən tərəfdədir. Bayaqdan mənə yazırdı 72% falan, indi artıq deyir, düz deyirsiniz. Valla. Mən bir inciməsin, qulağından çatacaq, canlı-çanda oturub baxır. Bax, deyim mi, demeyim mi? Yaxın adamdır. Çətinə düşəm, deyir ki, məsəl üçün, görürəm ki, pulumur da, mən də indi bacardığımdan verirəm, göndərirəm. Niyə bir dəfə demirsən ki, özdə yiyib kökəlib bu boyda olursunuz da? Bir dəfə deyilən ki, açarı ver, gedim orada, evim bəlkə tozlanıb, bir dənə tozunu alım. Hamballıq deyil ki bu. Hə, xancalığın qaşı düşər. Amma mən biznesdə də uçmuram. Deyirəm, o biznesdə uçduğumu ekonom eləyim. O gün Nadir eyni elə bil mənim ürəyimdən keçənləri danışır. Deyirəm ki, qoy ekonomda uçum. O üstündəki pulu ev sahibinə deyim ki, otelə versin. Ev sahibini nəzər alıram, ha? Yoxsa mən desəm, bütün toylara biznes klassda uçum nədir ki? Ekonomun qiyməti burada bu şəhərdən o şəhərə uçursan da, 50 manata uçma, 100 manata uç. Hər bir mənim toyuna dəvət edən ev sahibi o 100 manatı da verər biznes klassa, 200 də verər, 500 də verər. Amma mən başa salıram, deyirəm, mən də valideynəm, apar onun bir probleminə verir. Və yaxud belə, indi bilmirəm, mənim danışdıqlarım biraz, mən
deyir o desəm öldürərlər, deməsəm öldürər. Məni ay nəyəsə burada mən hansısa problemi də deyəndə o şeyi yazmayayım. Mən problemi də deyirəm, amma mən deyirəm ki, gəlin özümüzdən başlayaq düzəltməyi. Bir dənə biədəb orada video olan kimi o ona atır, bu buna. Niyə atırsınız? Spama göndərin. Səhifələri şikayət eləyin. Bugün kimisə məsəl üçün şantaj eləyirlərsə, sabah sənin də şantaj, mənim də vaxt var idi məsəl üçün, eləyə bilmədilər düzdür, amma ki, eləyə də bilərlər. Sabah siz də şantaj eləyirlər. Siz bugün ictimai insan deyilsiniz deyə, sizlə kimin nə işi var? Biz ictimai insanlarıq. Hər birinin də süni intellekt çıxıb 1000 dənə elə şey düzəldilər o gün, nədir kişinin adı? Erməni qabağıma çıxıb bizim dildə danışa gedir. Dedim, başıma xeyir, bu nə idi? Məni kimi adam bu işi, məsəl üçün, mən aldana bilmərəm də, klipləri zadda düzəldirlər süni intellektlə. Məni çaşdırdılar, məni kimi adam inanırsa, görün sizin ətəri. Hə, Paşinyanın bir dənə videosu var, Azərbaycan ətəri danışır. Mən inandım şəxsən ona. Sonra sizə güldürüm. Niyaməddin Musayevin Dünya sənin, dünya mənim mahnısı. Məni kimi adam elə bilmişəm Mahsun oxuyur. Sizin xəbəriniz var ki, o Mahsun deyilmiş, süni intellekt imiş. Mən dünənə qədər elə bilmişəm ki, bu Mahsun imiş oxuyan. Mən də Niyaməddin müəllim qızına deyirəm ki, Mahsun oxuyanda olar, Qumral oxuyanda olmaz. Deyir, ay Afət xanım, o süni intellekt Mahsun deyil. Şokdayam. Yəni, məni kimi adam süni intellektə inanıram. Hə, ayırt eləmək olmur. Elə düzəldirlər ki, yəni adam şoka düşür. Ona görə də harda bir biədəb bir şey görəndə bəhbəhlə ona buna gəlin elə şey eləməyək. Atın spama, atın nədir, şikayət eləyin. Dayanmadan şikayət eləyin. Baxın, indi bir video qoyublar. Bu Afət Azərbaycan incə sənətinə ləkədir. Eşidirsiniz nə yazır? Bir şey tapanmır da, fakt da qoyanmır. Ay balam, incə sənətə ləkə olsam, dövlət var, qanun var. Mənə çoxdan rubilnikdən söndürər. Deyər ki, sən ləkəsən, oxuma. Siz görmürsünüz ki, ən hörmətli toylarda mənəm. Atam evi harada? Tovuzda. Məsəl üçün, misal çəkirəm də. Bizim kətdə kimə zəng elindim? Deyəcəksən Allah. Mənim özüm qabağımda adam işlədirəm. Acından ölür kimsə. Acından ölər gedib sənin bir dənə tozunu almaz. Amma mən o xanımları buradan halal olsun deyirəm ki, işlə, güclə, bax gedir biri-birinin evini təmizləyir, tozunu alır. Düzdür, hər adamı da evə buraxmaq olmur. Adam var, əli əyridir, göndərəcəksən ev yığmağa, gedib sənin evini yığıb çıxacaq da. Həm belə yığacaq, həm belə yığıb çıxacaq. Yəni, hər adama da etibar, hər adama da etibar, yox. İndi mənim bu danışdıqlarımı kəramət danışanda 100-ün 100% deyir, olan olsun, düz deyir. Niyə? Kəramətin maddi imkanı mənə qədər deyil. Amma bu şeyi maddi imkanı babat adam danışanda elə bir xalq düşməni danışır. Məni götürürsünüz, ağ yur, qara sərirsiniz. İroniyalı gülürəm, bax ona görə ki, deyirəm, gəlin düzələk, nə olar gəl. Dünyada bizim millət kimi gözəl millət yoxdur. Amma bizim millətdən də gözəl yoxdur. Dünyanın ən pisi də bizim içimizdən çıxır. Bax, bunu da mən deyirəm. Biri qabağa geçsin, gecə günüz onun konkurenti fikirləşir ki, buna torbanın nətər tikim. Məsələn, nə iş görəndə başınızın üstə Allahı görün. Birindən uşaq mı doğmaq istəyirsiniz? Gedin, o qədər subay oğlan var ki, onun arvadı yoxdur ki, çıxıb gəlsin sənə desin ki, mənim ərimi niyə, məsəl üçün, içirtdin, apardın, evimə bu şeyi saldın. Onun həyat yoldaşı abırlı, ismətli, namuslu, qeyrətlidir. Nə eləsin? İndi o gün biri Tolikin verilişinə zəng vurmuşdu da. Hər qadında o ürək yoxdur zəng vursun. Biləsiniz, ha? Eləsi var, zəng vuranmır. Nəslindən, kökündən ayıb eləyir. Adam var. Toyda oynamağını Instagramda görəndə şoka düşür, əsir. Deyir, mənim oynamağımı oradan götür. Kompleksi var da. Adam da var, sosial şəbəkə adamı. Deyir, belə üzümü də qoy, oynamağımı da qoy. Vecmə deyil. Gəlin. Empati qura bilək, özümüzü kiminsə yerinə qoya bilək və yaxud bilmədən, qanmadan səhv mi eləmişik? O səhvdən nəticə çıxardıq. Səhv olula, at kimi adamın üzünə durub deməyək ki, yaxşı eləmişəm. Bunu deməyək. İndi gəlin, bax, sual verim sizə. Bir müğənni, deyəcəksiniz, yenə bu məsələdən danışır. Mən müğənniyəm, müğənnidən danışmalıyım da. Mən, məsələn, deputat deyiləm ki, deputatdan danışam. Bir müğənni bizim sənətin adına ləkə də verə bilər, ucalda da bilər. Məsələn, sənətimizi ucaldır, çoxdur, yaxşılar həddindən artıq çoxdur. Müğənniyəm deyəndə fəxr edirəm ki, Elnara Abdullayeva var, Gülyanaq bacıları var. Ailəli xanımlardan qoyulab elə bu yaşıdlarımı deyimi, Arzu Qarabağlı var, Ofeliya Şabanova var. Ofeliyanın gözəl sənəti var. Çağırıb niyə corabdan danışdırırsınız? Niyə oxutmursunuz onu?
Ondan Zemfira var. İndi mən biraz bu gənc nəsildən, yəni Bolimeni, yəni öz yaşıtlarımdan danışıram ki, deməyəsiniz ki, keçmiş dövrdən danışır. Gəlin bunlardan danışaq, bunlardan, yoxsa ki, sənəti olmayan, başqasının indən sonra oturun, düşünün. Bax, heç məni də çağırmayın toya. Allah'ın olsun dəftərimi göstərərəm sizə. Behi yığıb yığışdıramıram. İndi ölü dalından danışmıram ki, martın 26-sından düz apreldə daxil olmaqla 26 uçuşum var. Toylar başımdan bir gün 6 toy gəlir. Bəs demişəm axı toylar kraliçası mənim. Oturun, empati qurun, deyin ki, insanın şəxsiyyətinə dəyər verin. Deyin ki, filankəs həm oxuya bilmir, həm filankəsin arvadına əsəb verir. Siz çağırıb onu pullandırdıqca, o da puldan basır aparıcılara, deyir mən təriflə. Malala. Biz doğanı da düz doğan elə, malala deyilən bundan. O pulla gedir, bax, göz qaşını da mənə oxşadır. Mən Allah belə yaradım. Gedir Allahın yaratdığını da düzəltdirir ha üzündə. Mən demirəm ha, ona toy deməyin, mənə deyin. Yox, mənə də deməyin. Vallah deməyin. Gətirin də oxuya bilən qızlar var, Zemfirası var, Arzu Qarabağlısı var. Nə bilim. Rəvanə xanımlar var. Hər iki Rəvanə xanım, muğam oxuyanlar. Kamilə Nəbiyeva var. Güllü Muradova var. Qızlar var da, doludur da. Gətirin də. Niyə gətirib bu kiminsə arvadına yanğı verən, arvadın haqqı çatmır, çıxıb desin ki, ölürəm. Ölürəm. Amma siz keçən dəfə də məni təbrik elədiniz. İndi də təbriklərinizi gözləyirəm. Mən o sizin də nəzərdə tutduqlarınızı, mən o ailəni qovuşdurdum. Kişi də səhvini başa düşdü. Alqışlayıram o kişini. Kişidir də 50 qram içib yoldan çıxmışdı. Özdə bilirsiniz də, pullu kişilər özünüz bilirsiniz. İçki içir. Özdə pullu kişilərin deyir, mən araşdırma aparmışam biraz. İçdiyi araqlarda elə bir his gəlir ki, deyir onlara ki, ancaq Müğənnovla çıxsın. Müğənni. O dində əlinə keçibdir bu müğənnilər, bu vicdoğanlar. Həba belə, o bir doğan da dedi gələcəkdə məni topa qoyub atacaqlar deyə bu cəmiyyət. Mən uşaqdan doğum kişi deyim yanımda dur. Acca qalmış da kişi çıxıb desin ki, uşaqların atası da mənəm, arvadım da budur. Acca qalmış deyə o dərəcəyə çatdırmışdı. Mən buradan o kişiyə deyirəm ki, vercinə də qoyma. Afət və Afətin izləyiciləri sənin arxandayıq. Sən əlini salla, sən əllisi, evli kişisən, xanımını şax tut. Sənin xanımın elə şaxlığa, o xanımlığa layiq xanımdır. Onu sındırma. Ziyanın yarısından qayıtmaq da xeyirdir. İndi pullu kişisən, nəsil artırmaq istəyirsənsə dolu deyilmi? Git nə iş görürsən, daha o həddə çatdırma ki, çıxaq sənin yerinə biz burada şey eləyik. Bu işləri görək. Yəni, işini elə qur ki, sabah səni şantaj eləyən adamla münasibət qurma. İstəyirsən, lap belə, mənim yoldaşımın nömrəsini də bilirsən, arada bir salamlaşırsınız da. Lap yoldaşıma zəng elə, çerez yoldaşım, mən sənə spesiki verərəm. Səni kimlər rüsvay eləməz, kimlər rüsvay eləyər. Uzaq dur. Ümumiyyətlə, müğənnilərdən uzaq dur. Bu müğənni tayfasına yaxın gəlmə. Yaxşılardan uzaq. Yaxşılardan, onsuz da yaxşılar sənin dalına düşüb gedəsi deyil. Amma bu Səidə bəy qəşəng bir ad deyir. Nə deyir? Nəyə qonan milçək. Bunlardan uzaq dur. Ay bala, sən ayıbdır, sənin gözəl ailən var, gözəl. Sənin həyat yoldaşının əlinə su töhmək yaramır bu cür küçə müğənniləri. Ayıb deyil, sən o... Bəli, kişinin qeyrətini də qoruyaram, o yana da keçərəm. Və biz nədən ötürü lazımıq? Bəs mən yalandan demədim ki, əri gəzən xanımların, əri müğənnilərlə gəzən xanımların hüquqları müdafiə komitəsinin sədriyəm. Bunu da sizin sayənizdə. Bunu legal deyil, qeyri-legaldır, belə. Necə ki, xalqın artistiyəm, rəsmi olmasam da inşallah o da olar. Olmasa da olar, eybi yoxdur, əsas odur ki, xalqın artistiyəm.